Və beləliklə oyun hakimində start stil səsləndirilir. Bol qol vaxtı ədalətli, gözəl bir maç diləyilə uğurla iki komandaya. Gənclik komandası 6 yerinə yetirəcək. Cəlal Quliyevdən təzyiq vaxt. Vural Misirli. Pauza edir 2 nəfərin atəsində. Abdullah, Emir Məhməd Əliyev. İndi Abdullah. Vural oynadı. Daha bir pauza Vural Misirli'dən. Riskli hərəkətlər, lakin soyuqqanlıdır yenə də. Abdullah Məhmədli. Gənclik komandasından da təzyiqlər öndə. Kifayət qədər var, amma risk etmək olmaz. Qasımov silahları oturma etmək üçün bir qədər anlaşılmamazlıq oldu komanda yoldaşlığı arasında. Alt Gənclik komandası tərəfindən yerinə yetiriləcəkdir. Hələ ki, Ulus Futbol Akademiyası mərkəzdən o tərəfə hücum əmləsi edə bilməyiblər. Yenicə başlayıb oyuna və uğursuz bir zətdə olur Gənclik komandasına yaxın sərvə. Vural Misirli. Şöyle bir qədər riskli ilə. Namik İskəndərovun getirmələri qədər soyuqqanlı yanaşırlar maça. Abdullah Məhmədi. Sol sınaqla Vural çıxdılar müdafiədən ötürmə Emir Məhməd Əliyev. Sol sınaqla oynadı. Erman. Evini götürmə Emir Məhməd Əliyev təzyiq nəticəsində qazanır topu. Bir pauza çəkdi sol ayağına yaxın üçüncü zona. Toxunuş var rəqibdən. Var idi əslində. Hakim vaxtdan zərbəyə işarə elədi. Artıq biz alışmışıq hakimlərin bu qərarları ilə. Praktikadadılar. Hər zaman belə bir təsəlli veririk uşaqlara da. Vural Misirli. Sınaq dəyişdi. Nərman Əliyev. Aslında yenidən Vuralı düşünmüşdü, amma o sonra Emir Məhməd Əliyev yenə də səliqəli şəkildə rəqibindən topu götürür. Pauza da gəldi ondan. Geriyə çəkilməyə məcbur olur. Abdullah Məhmədli. Bir reyd gəldi ondan. Sağ sınaqla Cəlal Quliyev. Quliyev zərbə meydan sahasına ötürməni qarşıladı müdafiəçilərə. Out. Vural. Sol sağla Nərman. Emin Məhməd Əliyev zərbə endirməyə hazırlaşmışdı, amma Gənclik komandası 18 nömrəsi uzaqlaşdırıb top meydanı. Aha, out. Gəncliyin lehinə qərar verildi. Vural. Sol sağ ötürmə Nərman Əliyev üçün bir qədər qeyri-dəqiq olur. Atdan zərbə. Vural Misirli qarşıladı ötürməni. Nərman. Mövqana çatmaz. Top yenidən Ulus Futbol Akademiyasına. Sol sağ ötürmə əldə. Vural. Öz sınavı boyunca ötürmə Nərman Əliyev və Emir Məhməd Əliyev mərkəzinə götürməyə çalışdı topu. 2 nəfərin atəsində əzimkar mübarizə aparır Məhməd Əliyev, amma qayda ponçu qeydə alınır. Sonra zərbəsi yerinə yetirəcək Gənclik komandasının 22 nömrəsi. 2 nəfərdə ibarət canlı səhv olub. Emirlə Nərman görür canlı səhvdə zərbə endirildi və canlı dəf etməsi o qədər də çətin olmur bu zərbənin. Cəlal. Abdullah. Müdafiədən çıxmağa çalışır bu dəqiqələrdə Ulus komandası. Ötürmə zamanı bir qədər qeyri-dəqiqlik vardı, lakin Emir Məhməd Əliyev topu götürür rəqibindən. Sol sınaqdan sürətli şəkildə irəlilədi. Bir pauza gəlir. Daha bir reyd. Çətin vəziyyətləri çıxmağa çalışır o epizoddan.
Alt Ulduz Futbol Akademiyasının nəyəcək gördü hakim. Nərman yenidən Vural Misirdi. Nərman Əliyev ya da Cəlal Quliyev də çaşdırdı. Qəbul etmək istəyərkən Quliyev Eminə çatmadı ötürmə. Abdullah kesti bir rəqimdə, ikinci rəqimdə kəsməyə çalışdı, lakin uğursuz alınar. Paralel ötürmə keçmədi. Mərkəzdə Qanatın ilki ömrəsi ikinci rəqimdə keçməyə çalışarkən top meydanda saxlaya bilmədi. Emin Foden topladı. Silahı değişərkən bax, görmədi. 8 nömrə qarşılamaya çalışır. Abdullah Məhmədi. Ötürməsi sonunda gözlük komandasından da hesablaşmaya nail olurlar. Həqiqətən də təhkirə layiq bir ötürməydi. Müdafiəni yaran bir ötürmə. Bu arada komanda kapitanı Amin Qasımovun meydana daxil olduğunu görürük. Ulduz Futbol Akademiyasına hazırda da topladı. Qasımov, Yaqub. Bana çatmadı ötürmə. Ulduz komandası bugün hər zamanki kimi o sürətli oyunlarını izləyə bilmirik. Əslində bu qədər də təzyiq yoxdur. Bunlara qarşı niyə hələ ki oyuna adaptasiya ola bilmir? Zənimcə Namiq İskəndərov da reaksiyalarına baxıram ki, o da gözləmirdi. Belə bir başlanğıc edəcəklərdən komandasına. Yaqub çox risk alırlar müdafiədə. Ötürmələr etmirlər. Biz hər zaman bu komanda bu yaş qrupunda Qafqazın Barcelonası kimi tanıyırıq. Ötürmələri ilə tiki-taka taktikası ilə çox sürətli cəld ötürmələr var. Amma bugün həmin ötürmələrin sayı azalır. Bu rəqibdən də asılı ola bilər, lakin Qarabağ komandasına qarşı yenə də nəhəf oyunlarını nümayiş elətdirirlər. Yaqub, Emin Məhməd Əliyev. Şəfər atasına çıxdı, ötürmə etdi. Nərmanın zərbəsi dəf olunur. Alt, Abdullah Edirəcəm. Amin Qasımov. Ötürmə Cəlal Quliyevə. Paralel ötürmə çox yaxşı alanda. Nərman Əliyev tinəkdən qaydır top. Təhlükəli alınmışdı çox. Bəxti gətirmədi burada Ulduz komandasına. Amin Qasımov uzaq məsafəni yoxdan, lakin uğursuz bir cəhd oldu. Halit, buraya gel Dara. Dara gel. Korner yerinə yetirəcək. Şənziyə komandası tərəfindən Yasma gəldi, amma Cəlal Qasımov qarşıladı ötürməyi. Amin Qasımov sıyrılır bir rəqibinə. Özünə boyunca daha bir ötürmə. Nərman Əliyev cəlmə bir əsasında bir ötürmə gəldi. Lakin Cəlal Quliyev çaxsına bilmədi özünə bu ötürməyi. Zənnimcə bu komandaları yerə silkələmək lazım, o özlərinə gəlməlidir. Ulduz Futbol Akademiyasına səlamət yoxlamasıdır. Amin Qasımov yavaş-yavaş deyəsən özlərinə gəlməyə başlayırlar. Cəlal Quliyev zərbə ilə bloklandı. Üzdən zərbə. Sanki yavaş-yavaş özlərinə gəlməyə çalışırlar. Olmuyorlar.
Cəlal. İtim uzaqdan zərbə. Daha bir korner. Dünyada şansının yaxın gücün zərbəsi çərçivədən yan keçir. Qaptan zərbə ilə Gənclik komandasının qalkiperi top oyuna daxil edəcək. Emin Məmmədəliyev, Aydə Fodensenin driblinglərinə və qollarına ehtiyac var komandanın hazırda. Emin Qasımov. Yakub. Cəlal çatdıra bilmədi özünə, amma bir fikirdə nəzərə çatdırmaq lazımdır ki, digər komandalara nisbətən Gənclik komandası Ruslu Akademiyasının bir oyuncusunda topu olarkən 2-3 nəfər qarşılayan idi, ona görə çətinlik çəkirlər. İlk dəqiqələrdən analiz edirəm, səbəbi nədir? Onların reydlərini və ötürmələri alınmamasının bir oyuncunun 2-3 oyuncu anidən təzyiq göstərərək topalı və üstünə çıxmağa çalışırlar. Səbəbdən dolayı hələ ki, uğurlu alınmır olan cəhdləri taktiki gedişləri dəyişmək lazımdır mütləq şəkildə. Yəqin ki, fasilədən Amir İskəndərov bunları görməmiş olmaz, biz belə gördüksə. Emin Məmmədəliyev birbaşa zərb endirdi qapıya, lakin top çərçivədən yan keçir. Bir oyuncunun üzərinə 2 oyuncu belə testi gedirsə, mütləq şəkildə onların mərkəzdə və yaxud da müdafiədə boşluqları var, onları görmək lazımdır. Emin Qasımov. Şöndə Cəhala, Emin Məmmədəliyev. Ədəlar çərçivəsində də Hakimov ikincə bu müdaxilə. Davrətmə mərkəzə, bax, bu boşluqlardan bəhs edirdim. Məsələ gördülər, onları çatdırdılar. Gənclik komandasının oyuncuları. Günsən zərbə. Türmə geriyə doğru. Yakub indirdi zərbəni. Rekaşet da var zərbədə, lakin üçün dəqiqədən sonra da çətin olmadı bu zərbəndə. Cəlal. Quliyev. Quliyev. Alınmadı yəni. Yakub. Alt kazanır. Cəlal Quliyev amansız bir təsir göstərir. Birbaşa zərbə endirildi. Emin Məmmədəliyev tərəfindən müdafiəçilər də uzaqlaşdırır top meydanına. Korner. Yakub. Yenə də alınmadı şansı burada. Şəşəs Əliyev meydana atılır. Qarman Əliyevlə yerlərini dəyişdilər. Şəşəs. Ara ötürməsi yaxşı alındı Cəlal. Niyə atı belə qarşılayır? Niyə belə zərbə indirir? Bugün deyəsən PlayStation konsolları tam zaryət qıtsın. Şarjını tam doldurmuyor. Alınmır reydləri, alınmır zərbələri. Cəlal Quliyev. Ortaya döş, gol geçsin ha. Kal ortada. Şəşəs Əliyev isə bilmədi rəqibini və indi meydanın mərkəzi yaxınlığında qayıda pozulub. Məmmədəliyevə qarşı geridən idi, geridən idi. Çəş topu geriyə deyə bildirir Aminə. Amin Hakimi. Bəki zərbəni amalışdı Amin Qasımov. İşarə gəlib, Qasımov indirir zərbəni və doktora qonşur kapitan. Tarazını bərpa etdiyi 1-1 nəhayət ki, ilk sənə sonlarına yaxın tapdılar o axtardığı qolları. O axtardığı qollardan birini kapitan tapır standart vəziyyətdən. Hesab bərabərləşir maçın 17-ci dəqiqəsində.
O 96-cı bölgəsində isə daha düzgün olar. Emin Məmmədəliyev. Diagonal mükemmel oturma. Haydi Abdullah. Zərbəsi də forma. Emin daha bir zərbə. İki köşəyə şəkillərdən. Emin Məmmədəliyevdən də gələcək hamasını qaldı ki, öpərək. Yaxşı qurtarış etdi. Yaxın 9-dan çıxartırlar topu. Cəmal Qasımov. Sozan, Çəkəz. Satmalı ötürməsi. Out. Sanki indi bir qədər maçda temp gəlmək istəyir. Zaman uzaqdan zərbələr, pitçiləri, açılığı, natamam əks hücumları çox olur bu maçda. Emin Məmmədəliyev sürətli şəkildə irəliyir. Məmmədəliyevin zərbəsi. Güzel zərbə. Cəlal. Cəlal və həmkarı dəf edir. Hakim tamamlayır. Respublika ilə qonusu yox. Abdullah Məmmədə 2 nəfər atəsini yaxşılayırlar. Cəlal dəyişdi. Çərkəs Əliyev geriyə doğru. Amin. Diagonal oturma Abdullah Məmmədə üçün önəndə yaxşı olmadı. Out. Rus komandası ani sürətli şəkildə mövqeylərini düzgün seçə bilsələr, cümlələr də vaxtına alınsa, qolların ardı arası kəsilməz. Emin Məmmədəliyev kəsdi bir rəqimi. Çəkəz Əliyev oynadı. Göndərimi yaxşı gördü Çəkəz. İmkan vermədilər Məmmədəliyevə zərbə endirməsinə. Emin Qasımov sınavı dəyişir. Abdullah. Haydi Maestro. Cinahları dəyişirlər, boşluq axtarırlar, müdafiəni yaramaq üçün bu şəkildə ötürmələr edir. İskəndərovun yetirmələri. Amin. Müdafiədən çıxdı. Abdullah Məmmədi. Məmmədi. Top ikisi var onlardan. Yenidən Yaqub Kasımov topu qazandı. Sağ sınaqdan sürətlənir. Yoxdur zərbə milansasına yetişkin. İlk salda alt qazanır. Növbət out. Bəli. Tam doğru sallanma olur. Son 1 dəqiqə. Əsasına qaydan top. Abdullahın zərbəsinə blok qoyulur. 2 nəfərin atəsinə sığınmalı basar ötürmə gəldi. Amma qeyri-qeyri ötürmə idi bu. Abdullah. Haydi Abdullah. Yaxın güncə zərbə. Süper. Perfekti. Davir Korner. Son saniyələri Ulus Futbol Akademiyasının hücumları ilə yaşamışdırması vəziyyəsin. Çərkəz. Asması başlandı. Emil Yaqub. Yaxın. Məcburdur bu qədər tələsməyə. Məmmədəliyev rəqimindən topu aldı, amma sonrasında top ikisi var ondan. Son hücum əmrəsi ola bilər Ulus Futbol Akademiyasına. Məmmədəliyev ikinci rəqimindən sığırmalı çalışır. Mümkün olmadı. Emin Qasımov. Qasımov ötürmə sahasına. Abdullah. Məmmədi geriyə çəkildi. Ötürməsi də keçmir. Əks-hücum indi gənclik manasına. Açıq-aşkar qayda pozuldu. Bu cərimə zərbəsindən sonra artıq maçının ilk hissəsi mütləq şəkildə yekunlaşacaq. İshak oradaydı. Ey qabağa qoy. Ey yolda Şakir qabaqdaydı. İshak.
nəfərlik Sanset qrubu şahidə gəldi. İndi komandasının 7 nömrəsi standart vəziyyəti yerinə yetirdi. Yaxın küncə zərbə və top Cəlal Qasımov da hakimdə ikisinin final tutunu səsləndirdi. Bir də vaxtın xeyir olsun əziz futbol severlər atılması. İkinci hissə start götürür. İkisini sonunda yollar da bir bərabər idi. Şomaşdırdıq. Tərəflər arasında elə ki birinci hissədə qalib müəyyənləşmədi. Baxaq görək həlledici hissədə mümkün olacaqmı? Məndə bir dənə tripod var. İstəyirsiniz verim onları rahat edin. Qüvvətli zərbə Abdullah Məhməddən gəlmişdi. Qapı tiriman oldu ola. Onda zərbə out. Türmə gəldi cəmə meydan sasına Amin. Vural. Bunda bir müdaxilə var idi. Kim saxlayır onu? Başladı. Sınaq dəyişdi. Öyle. Kalkıyor o zərbət yapalım. Top meydanda qalır. Ötürməsinin bana satda qalan istirdi. Emin Məhməd Əliyev saçına oynadı. Cəlal Quliyev. Təzyiqlərə Gəlirsən stadiona. İstədikləri oyunu nümayiş etdirməyə imkan vermirlər. Bəzən Emin Məhməd Əliyev mükəmməl qol imza atır 2-1. Flip Foden. Bu qollarına ehtiyac var idi onun. Gəlir o qolu da. Yenə də çılğıncasına qol sevincləri komanda yoldaşları ilə. Geri dönüş edirlər. Ulus Futbol Akademiyasının oyuncuları. Hədəf pozulub. Bəli. Abdullah parayla götürməyə gəldi. Çarpasa yenidən Abdullah Məhmədli. Ara ötürməsi. Valla çatmır. Abdullah bir pauz elədi. Daha bir oy Məhmədli. Yenə də Maestro iş başındadır. Ötürməsi bloklanır. Cərimə meydan sahasına bir asma gəldi. Müdafiəçilər topu cərimə meydan sahasından uzaqlaşdırırlar. Vural. Top meydana qaldı. Qaptan sərbəst. Məhməd Əliyev kesit vermədi. Sınavda dəyişən bir ötürmə gəlir ona Abdullah. Dirəyəli idi, bəli. Cəlal Quliyev, Abdullah Məhmədli. Vural istirdi, xeyrdəyə götürmə alındı. Məhməd Əliyev. Yəqin ki bir zərbə axtarışında olacaq, amma bir qədər çətin müvəyə saldı özünü. Zidan sayağı da dönüş etmişdi, amma
Aldılar toplarından yeniden hücumu devam eder oldu futbol akademiyasına. Vural Misirli, Kukurelya sıyrılır bir rəqibdən bir pauza. Türmami Qasımova, Qasımov gol! Kapitan dubl imza atır, 3-1 etdi hesabı. Fərq 2 top olur. Bəli. Elə həmin o bildirdiyimiz ilk hissədə o ifadəyə doğrultdu özünə. Nami İskəndərov fasilədə o etməli olduğu əllərinə düşən o fürsətləri, o boşluqları düzgün görməyi bacarmalıydılar demişdi. Onu görməliydilər, onu bildirmək lazımlıydı. Bəli, Nami İskəndərov da artıq fasilədə onları bildirib. Lazımlı nöqtələrdə zərbələr endirməyi, yəni cinah dəyişkənlikləri ötürmələr zamanı, bəli, onları artıq düzəltdilər ikinci hissədə. Onun nəticəsi olaraq da 2 qol imza atdılar ikinci hissə başlayan kimi. Güzel zərbə. Megasımov. Alt kazanırlar. Yakov. Top meydanda qalır. Cəlal Quliyev. Sınavlar oturmasına. Üçüncüdən zərbə. Cəlal. Tümün qoluna çatmır. Cəlal. Vural. Alt. Nami Qasımov yaxın küncə indirdi zərbəni. Baxdan yanlışasız. Vural. Sağ Emin Məmmədəliyev topu tirinə sürtülərək top meydanı tərk edir. Rüstəm arkaya oturmuyor. Top ister, Top ister, ters edin. Baş verir orada. Şömeye gel, Necə qayda komşu qeydə alınmalıydı. Emin Məmmədəliyev yerdə çobun oynamışdı sanki reyimdə yaxşı, amma kimi gözünün qarşısındaydı. Emin Faruk yanlış bir qərar yoxdur. Emin Məmmədəliyev yaxşı sıyrılır reyimdən ötürməsə Cəlal Quliyevə. Cəlal bir daha Eminlə oynasaydı daha gözəl alınardı. Kazanır Emin. Cəlal ötürməsi ünvana çatmır. Miryakov. Baxmadan bir ötürməkdir. top ister, İshak, Karanya ister, İshak, top ister. Resme bak be. Cemre, şuraya gel, Ameş bir tarafa atla, gel. Cəlal. Hürməsi atı yollanır. Başla. Uzaqlaşdırdı top meydandan. Altını koymuyor. Öz kanalı yollaşından tərk edir top meydana. Şənzəli kanalısına. Yakov. Alt kazandı şahsınlar.
Oyuncu tut. Orta İshak. Hamiş oyuncu tut. Hamiş. İslam arkaya. İslam arkaya bak. Top meydanda. Emin. Nə oldu Haşim? Yəqin ki, yan xəttlərə gördünüz. İshak atsın. İslam top İslam. Top meydanı tam şəkildə tərk etməlidir. Bəlkə də o qaydadan xəbəri olur. Dəqiqələr keç-keç azalır, onun üçün üstəki hissəsini iki yerdə qoymuşuq. Çəkəsəliyə sürətlənməyə çalışdı, uzaqlaşdırdı Gəncə komandası müdafiəçiləri. Oyuncu tut. İslam oyuncuya bak. Çok oturma arkaya. Oyuncuya çık. Bravo. Topun meydandan çıxmasına şərait yaratdılar. İslam qabağa çık. Emin Məhəmməd Əliyev. Çok güzel. Kansi. Kansi. Sakin atsın İshak. Stop İshak. İslam'a bak. Burada riskli bir itirmə idi Gəncə komandasının 22 nömrəsindən, amma bəxtləri gətirdi bu epizoda. Oyna qabağa. Artıq hesab və iş topa qalxdıqdan sonra temp əməlli başda aşağı indi. Evet, qabağa. Evet. Hamiş oyuncu. Bizim də temp aşağı indi. Vural Misirdir. Şəfənin atəsindən çıxdı. Üçüncü rəqibi təsir göstərdi. Bax, belə anlarda bir uzağı ikincisini keçdikdən sonra ötürüm etmək lazımdır ki, o boşluqlar dəyərləndirilsin. Korteli şəkildə uzaqlaşdırmaya çalışdı. Bu Okanlı zərbə. Korner. Erhan Əliyev keçdi bir rəqibini. Əliyev çəkdi sağ ayağına. Can vermədilər ona da. Bu tip komandalar üçün, belə təsir göstərən komandalar üçün ancaq ötürmələr, boşluqlara, düzgün boşluqlara ötürmələr etmək lazımdır. Reydlər burada yaxşı alınmır. Yerdə gələn oyuncu var Gəncə komandasında. Ümid var ki, zədəsi ciddi deyil. Hər zaman bildirdiyimiz kimi zədələr arzu olmazsa komanda hər bir fərdi üçün. Fint. Yeniden maça devam. Al. Nuri Qasımov. Məhfətdən top oyuna daxil olunacaq. Qasımov gəldi çərmə midasasından sonra Qasımov qarşıladı. Uzun ötürmə müdafiə arxasına doğru Teğanlar Çərkəzəliyev indirdi zərbəni. Əlindən müdafiə var idi, bəli. Gəlişərin ötürdən çərmə sərbəsi. Ben qabağında qal. Fodeme. İshak, sen kada qal.
Birini yetirəcək. Stenkada kal. Amin Qasımov deyəsən. Kapitan bir dəfə ilk hissədə cərimə zərbəsindən fərqlənib. Emre'yle kal Stenkada. Emre'yle. Emre'yle. Stenkada. Sən ev tapdırdı, ötürməyi də Cenərman. Akal orada. İsə bir məşvərət var aralarında. Aldatdı rəqibini, ötürməkdə sağ ev tapşırıq idi, amma fərqli formada yaxın küncə zərbə arxa dirəkdən qayıtdı. Fikir yaxşı idi, lakin icra edə bilmədilər. Şamatsın. İçine bak. Sar oradan. Elem orada. Orada yok. Out. Yetişin. Səqaybət olmuşsa, bəli, çox idi. Durmasın 38-ci dəqiqəsində keçsiz alaraq son 2 dəqiqə yarım demək olar. Onun yeşunlaşmasına 2 dəqiqə 2 qol gələr. Rəqibdə niyə də yox. Bir futbolda top yumruq, meydanda oyuncu sayı bərabər, lakin vaxtlarında qol görməyən istərmi, bu artıq sual altındadır. Emin. Mehmet Əliyev sağsan çərkəz, tək toxunuşda ötürməyə yaxın kündə zərbə. Ərman Əliyevin də zərbəsi təhv olunur. Oyuncuya bak. Beri. Simon. Başla üstten. Sık. Erman. Yanma. Hey. Kukurelya. Yanma da. Kimi Məşəzəloğlu, Foten. Sonra dəyişdi Amin Qasımov. Çəkəz, yaxşı olundur idi və penalti var burada. Var idi. Ayağa bilərək də müdaxilə var idi. Bəzən olur hakimlərdə. Son dəqiqələr hesab öndədirlər, o qədər də psixoloji sarsıtmaq istəmir. Emin Məhəmməd Əliyev daha bir gözəl gol istəyə bilər ondan. Buraya. Bir ortaya gir. Git, ilerle. Oyuncuya bak. Tez başla. Risk etmeden savaşta Git, ilerle. Murat, atsın. Git, ilerle. Gayet yerimize. Koyma da. Sık. Hoca, ilerle. Amin. Bravo. Hadi orada. Gel, ben kabağında gel. Seçilər çıxartdılar topu. Elini oyuncu tut, elini oyuncu tut. Kabağı atsın, Fırat. İsa kaptan yanma yine, oyuncu tuttu. Gel. Edilən gel. Fırat. Qasımov. Cihakanla oturması alsın ağa. Şimdi top meydanda qalmır. Son 1 dəqiqə bəlkə də. 2 dəqiqə. Kompensasiya olmuş dəqiqələr var. Alt gözlük kanallasından. Sınavla geldi ötürme. Amin. Out. Zərbə bloklanır. Növbəti out.
Qasımov. Güzel zərbə qərarı gəlir. Son saniyələr. Artıq 3 xal 100% demək olar ki, o futbol akademiyasında da Gəncə komandasına möcüzə belə xilas edə bilməz bu saniyələrdən sonra. Zərbə və belə ilə oyun hakimi də final səsləndirilir. Biz də